Ha, devam edeyim. 11 dediniz siz. 11'de onu izah elədim. Axırıncı soruşdunuz ki, ought to keçmiş değil. Bəli, keçmiş değil. Ought to indiki zamandır. Sonra 14. 13. 13. Deməli, yenə birinci to'ya baxıram. To verilib. Haven't to, hasn't to, hadn't to gördüksə direkt zəbdir. Çünki bunların inkarı özü ilə yox. Don't have to, do does didn't olur. Will be able, be'si yoxdur. Will be able to olmalıydı. Daha sonra must'tan sonra to işlənməz. Burada to var deyə must'ı atdıq. Və indi ikinci tərəfə də baxanda nöqtələrdən sonra get to'suzdur. Ona görə də ought atırıq. Ought to tələb edir çünki qaldı A variantı. Aydındır? Aha, anladım. 13'e qədər qaldı səhv edən uşaqlar. Aha. 14 dedi sonra. 14 var, bəli. Okey. Deməli burada yenə birinci to'ya baxıram. To verilib. Could'dan sonra to gəlməz. Sonra will be able olmalıdır. Həm də zaman uzlaşmasına baxsaq, was keçmişdi, will gələcəkdi, is indikidir. Keçmişlə indiki və keçmişlə gələcək uzlaşmır. Qaldıq A ilə B arasında. Bunun təsdiqini seçim yoxsa inkarını. Burada cümləyə baxmalıyım. Although the pilot was badly hurt. Bayaq nə dedik uşaqlar? Although, O inkarlıq yaradır da. Bəli. İnkarlı. Lakin. İnkarlıq yaradır deyə baxmayaraq. təsdiq olur. Yox. Əslində bura təsdiqdir məntiqlə düşünəndə. Mənaca digər tərəfdə qrammatik cəhətdən götürsəm wasn't-ı götürə bilərəm. Amma ki, mənaca da bəzən fikirlər bir-birinə zidd ola bilər. Baxmayaraq ki, polis çox pis zədələnməsinə, xəsarət almasına baxmayaraq, baş verən hər şeyi polis deyilmə pilot izah edə bildi. Çox pis xəsarət almasına baxmayaraq, hər şeyi, baş verənləri izah edə bildi. Aydındır? Bəli. Bəli. Başqa? 16. On altıda. Birinci, burada to var mı ya yox buna baxıram. Able'ın to'su yoxdur. D'ni atdım. Sonra burada to var əksinə. To varsa should'dan sonra to gəlməz. Must'dan sonra to gəlməz. Elə might'dan sonra da to gəlməz. Qaldıq A ilə C'nin arasında. Və burada da mənaya baxırıq ki, as the sun had already set. As nədir? As hansı bağlayıcı uşaqlar? Kimi? Üçün. Set Üçün. deməkdir. Set nə deməkdir? Set batmaq deməkdir. Güneş artıq batdığı üçün biz deyir yolu aydın şəkildə görə bilmədik daha doğrusu. Bilmirik. Bilmədik. And had to use a lantern. Lantern yəni fənər. Fənərdən istifadə etməli olduq. 18. 18'də. Yenə to'ya diqqət edirəm. To'lar yerindədir. Haven't to'nu direkt atdıq. Haven't-ı atdıq. Dediyə xəyanət olmaz. Qaldıq A, S və D arasında. Burada oje mənadır. Başqa yolu yoxdur. Must'ın mənası nə oldu? Müəllim. Yox. Müəlliməli. Bəli. Müəllim əli, hə. Can. İcazə bacarmaq. Bilmək, bacarmaq. I'm able to. Bacarmaq kimi. Able to da bilməkdir. Grammar is my weak Bilmək. point. Qrammatika mənim zəif nöqtəmdir. Çünki I can't get the rules straight. Çünki mən qaydaları düzgün şəkildə qavraya bilmirəm, yoxsa bilirəm. Bilmirəm. Bəli. Onlar daha yəqin. Zəif nöqtəmdirsə, deməli bilmirəm olmalıdır. Birinci tərəfi inkar olan da AC və D arasında hansıdır? C'dir. Düzdür? I can't get the rules right. Right, straight. 19'a baxaq. 19'da have to, has to öne keçmir dedik. Do you have to, did she have to belə olmalıydı. Sualı vermirik have-lə. Have, do, does-la veririk elə. Əlbəttə ki, have you to go deyənmərik. Have to, has to, had to yeganə modal feildir ki, sualda önə keçmir. Not artırılmır kökünə. Sualda do, does, did ön atırıq. İnkarda da not
didn't, doesn't, don't qoyuruq qarşısına. Adı will, you have to. Will önə keçməli idi. Sual cümləsində köməkçi və mübtədanın önündə olur. B ilə S qaldı. Burada da deməli, hə, hadın to'su yoxdur. Bax, burada to verməyib, bax, meetin qarşısında had to meet olmalıydı. Ona görə cavab B-dir. Başqa? 20, Neçə? 20, 20. Okey. Deməli, yenə to-ya baxıram. Accept-in qarşısında to yoxdursa able to olmaz, atdıq. Haven't olmaz. Haven't to, hasn't to, hadn't to direkt səhvdir. Və burada isə əksinə to var. İkinci boşluqda to var. Onda should olmaz. Should'dan sonra to gəlməz. B ilə S qaldı. Yenə burada tərcümədir də. Çünki başqa yolu yoxdur. I'm sorry. Əgər bu təəssüf hissi keçirirsə, üzgünəm deyirsə, İnkarlıq var da, demək ikincidə. İnkar olardı. məntiqən düşündüyümdə inkar olar da özündən sonra. Təəssüf ki, I'm sorry cümlənin əvvəlində təəssüf ki mənasını verir uşaqlar. Təəssüf ki, mən sənin dəvətini qəbul edə bilmərəm. I can't accept. I have to do a lot of work at home. Evdə çox şey etməliyəm. Ediləcək çox şeyim var. 22-də niyə 4 götürülmür? 1-lə 6 götürmüşdüm, o 4 fikirləşdim, götürmədim amma. Çünki middən sonra pay, feilin kökü gəlirsə inkarın Dörd, needn't olmalıdır. Needn't. Aydın Müəllimə 4 deyirəm, must. Müəllimə mən 4 götürmüşdüm Zaman burada. uzlaşmasına görə, həm də mənaca da səhvdir, bax. As your dad won them. Atan deyir, biletləri qazandığına görə sənin biletlərə pul ödəməlisən, yoxsa ödəməməlisən? Ödəməməlisən. Ödəməlisən. İnkar olmalıdır. Ödəməməlisən. Ata Həm də bir ata qazandı, məntiqdir. onu udub. Ata bu Məntiqdən biletləri də olur, qazandı. inkar deyə bu olmur. Həm zaman uzlaşmasına görə səhvdir. Won keçmişdədir, must indiki zamanda. Həm də dediyim kimi mənaca da konkret uyğun gəlmir. Ata biletləri qazandığına görə sən ona pul ödəməlisən, yox, ödəməməlisən. Aydındır? Kameran yenə açıq qalıb. Aydın. Bəli. Aha, neçə baxırıq sonra? Neçə qaldı uşaqlar? Mən bir də 24-də orada id var, amma have to götürülür, amma düşmədim. Unchecked Yox, var. burada unchecked fact sözünün adjective sifəti kimi gedir. Yoxlanılmamış faktları. Sən bura baxmalısan. Buranın önəmi yoxdur. To'su burada sadəcə qrammatik səhv yoxdur. Belə testlərdə uşaqlar açıq suallarda, grammar testi yoxdursa modallarda ya təsdiqləri ya da inkarları seçməliyim. Deməli ya Mən sadəcə təsdiqləri seçmişdim. ya 1 2 4-dür ya da 3 5-dir. Mənaca da baxanda inkar olanlar doğrudur. Çünki jurnalist yoxlanılmamış faktları bizə məluza verməlidir, yoxsa yoxlanılmış faktları? Yoxlanılmışları. Checked facts olmalı. Yoxlanılmamış. Yoxlanılmış. Tərsinə. Yox, Yəni yoxlanılmış deyəndə, yəni bu xəbər doğrudur yoxsa yoxdur o mənada. O mənada. Yəni yoxlanılan xəbərlər bizə verilməlidir də. Bəli. Yəni sübut edilən doğrudurmu yoxsa yalandırmı? Yalan xəbər yəni bizə Burada verilməlidir. ona görə burada da unchecked olan xəbərlər bizə verilməməlidir mənasındadır. Elədir? Gərək verilməsin. 3-dən 5 inkarı götürməliyik. 25-də var səhviniz. Aha, var. Bəli, müəllim, 25-ə baxaq. Yenə burada to-ya baxsaq, to yoxdur. Hamısı hadn't to-nu direkt atırıq səhvdir. Düzdürmü? Sonra da zaman uzlaşmasına baxıram. Was keçmişdədir. Can indiki zamandadır. Must indiki zamandadır. Zaman uzlaşması pozulub. Ona görə bir işdir. Could-la onsuz da was were able to synonimdir də. Necə ki can to be able to synonimdirsə. Buna gəlir. Aydındır. Bəli. İndi gəlin dinləmə eləyək. Buyurun. Master listeners. Gələn dəfə pronoun keçəcəm. Deməli,
Məncə inşallah eləməmişik bunu. Görün eləmişik bunu. Hə, bunu Bunu etmişik eləmişik məncə. ya, Elm eləmişik. elməşdənişi bunun. Eləmişik. Bir dəqiqə. Necə? İşləmişik. Vaxtımız var. Mən keçə bilərəm o birisi otağa. Hə, problem deyil. Mən usta onların dərs keçirim. İndi çıxın. Hə, çıxın. Uşaqlar bircə saniyə. Hə, bunları hə, Gülizada o birisi otağa. Bir dəqiqə mən o birisi otağa keçim. Kömək lazımsa gələk. Bir təxsən otağa. Banu. Çok sağ olun. Üzr sayın. Bir dəqiqəlik otaq dəyişmən oldu. Hə, biz bunu eləmişdik deməli. Bəs dediniz biz, Bəli. mən axırıncı dəfə dəqiqə, Ella Fletcher. Bildim deyəsən, bunu elətdirməmişəm. Məncə bunu axırıncı dəfə taking notes. Bunu elətdirmişdim uşaqlara. Sizə də həmən günü mən dinləmə eləmədim. Baxın, bir dəqiqə. Eləmişik bunu. Xeyr. Hərsi. Xeyr mənim. İndi hər kəs oxusun dinləməni. Bir dəqiqə vaxt verirəm, oxuyun, tanış olun. Özü rahat da, bax, diqqət edin. Bizə sadəcə sualın ardı maraqlıdır da. Dinləmədə nəyi eşidirsəz, onun ardınca gələn cümləyə yönəlməliyik dediyim kimi. Why is Clara worried? Orada deyəcək, I'm worried. Arxasınca nə də gəlirsə, o cavaba yönlənək. Pictures can help you. Arxasınca nə deyirsə, onu seçək. It's clear from the dialogue. Burada ne dedik? Bu sadece choose the correct variant. Düzgün cümləni seçin kimi bir sual tipidir. Yəni hansı doğrudursa onu seçirik. Suallarda da demişdik ki, istər mətndə, istər dinləmədə how many ilə, how much-la başlayan suallara diqqət edək. Dəqiq rəqəm istəyir bizdən. Belə. Bir də burada how well does Claire know history? How well, yəni hansı dərəcədə bilir tarixi? Sualın məğzi budur. Və şərti də diqqətlə oxuyun. Doesn't answer, hansı sual cavab yoxdur deyil. Vaxt verirəm oxuyun.
Uşaqlar səsləndirirəm. Bir dənə görüm səsi paylaşmışam burada. Ay yox. Səs də paylaşım verirəm ekrana. Başladıram. Dinləmə müddətində heç kəs səsini açmasın. Əgər səs tamamilə hər kəsdə qırılsa, onda deyin. Eşitdiniz səs? Bəli. Bəli. Başladı. What's the matter? I've got a history exam on Friday, and I'm worried I'll fail it. Why? You're brilliant at history. It isn't difficult, but I have to remember a lot of information. These are my notes from today. Can I see? Yeah, These aren't notes, this is a full text. what do you mean? You don't have to copy everything. Notes are just a few words. You have to write the important words. You don't need to write the extra bits. Look, King Henry VIII was married 6 times, That's important information. but you don't need to write all of those words. You can draw little pictures too. Pictures can help you to remember things, and then you don't need to write so many words. Look. That's so good. The crown is for king, and the H is for Henry. That's cool. Then the heart is love, and the number 6, well, that's 6. Yes. So, look at these notes. Let's test your memory. King Henry VIII was married 6 times. Exactly. Write notes like this, Claire. Then you won't have 6 pages of notes. You'll only have 2 or 3. This recording was brought to you by the British Council. To find others like it, visit www.britishcouncil.org/Learn English Teens. Səsləndirirəm yenə. What's the matter? I've got a history exam on Friday, and I'm worried I'll fail it. Why? You're brilliant at history. It isn't difficult, but I have to remember a lot of information. These are my notes from today. Can I see? Yeah, These aren't notes, this is a full text. what do you mean? You don't have to copy everything. Notes are just a few words. You have to write the important words. You don't need to write the extra bits. Look,
King Henry VIII was married 6 times. That's important information. But you don't need to write all of those words. You can draw little pictures too. Pictures can help you to remember things, and then you don't need to write so many words. Look. That's so good. The crown is for King, and the H is for Henry. That's cool. Then the heart is love, and the number 6, well, that's 6. Yes. So look at these notes. Let's test your memory. King Henry VIII was married 6 times. Exactly. Write notes like this, Claire. Then you won't have 6 pages of notes. You'll only have 2 or 3. This recording was brought to you by the British Council. To find others like it, visit www.britishcouncil.org/ Varmayan var uşaqlar. Yox, müəllimə, yoxlayaq. Yoxlaya bilərik müəllimə. Hər kəs qurtardı? Dəqiq. Bəli. 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 Aha. Tamam. Onda mən düzgün cavabları verim ekrana. Hə. Dəqiq düşüncə. Yenə səhv şey açdım mən. Hə, doğrusu. Hesab oldum bütün. Bunu açıram. Deməli, 1C, 2B, 3Y, 4B, 5A. Kimdə var? Kimdə hamısı düz oldu? 3 dənə düzüm var, 2 səhvim. Bəli, Məndə biri də səhv düzün var, oldu. səhvim. Okey. 3 səhv oldu. Birdə var səhv 3-də edən. səhvim mənim. Birdə səhv edən var. 2-də Deyil. var. Hə, var. What did Mark advise Clara? Clara nə məsləhət verir Mark? Jane-i götürdüm. Tamam. Göstərirəm indi. Elə bir skriptin üstündə göstərəcəm ki, aydın olsun. Kompüterimin yenisini. Deməli, ekrana bax. Burada Mark nə məsləhət görür? Mark deyir ki, you don't have to copy everything. Gərək hər şeyi kopyalamayasan. Not are just a few words. You have to write the important words. Vacib sözləri yazmalısan. Bildim. You have to write important words. Və burada da write only important information. Information yerinə, orada words yerinə, burada information yazıb, o da səhv. Aydın Mən orada bu yazmışdım, sonra dəyişib D elədim Henry'nin adını eşitdiyimə görə. Məsləhət görür ki, King Henry o axırda bir dənə cümlə deyir ki, yəni King Henry yerinə məsələn tacı deyir, nə bilim nədir. O misal kimi gətirir, example kimi verir onu. 3-də uşaqlar, pictures can help you. Cümlədə gedib qayıtmamaq üçün mən buradan deyim sizə dəqiq. To remember. Pictures can help you to remember things. To remember things deyir. Remember nə deməkdir? Xatırlamaq.
Aha. Yadda saxlamaq. Yadda Xatırlamaq. saxlamağa deyil, kömək edə bilər. Yadda saxlamağı da burada not to forget, unutmamağa. Fəqət, hə. Remember not to forget ilə əvəz edib. Amma yəqin ki anı yazmısınız, amma orada to remember deyil, təsdiqdə deyil. Burada not to remember, inkarda deyil amma. Mənim orada C-də dedi axı, to write so many words da dedi elə bir. Ayşe, Hə, dedim. Ümid var. C-də dedi. Eminem, pictures can help you to remember things and then you don't need to write so many words. Ondan sonraki cümlədə sonra deyil, sənindir çox söz yazmağına ehtiyac yoxdur. Amma sən bayaq mən nə dedim? Cümlənin ardınca gələn sözə fikir verin. Pictures can help you to remember things. And və o anddən sonraki cümlədir ki, you don't need to write so many words. Çox söz yazmağa ehtiyac yoxdur. Aydındır? Bildim mənim, bildim. Bir də 5-ci sual müəllimə. 5-ci sualda lesson axırıncı atdığım lüğət 4 var idi ha. Lüğət 4 idi də deyəsən. Bu dərsi atmamışam. Lüğət ondan əvvəlkinə atmışam. Orada var idi. Lesson, azaltmaq. Azaltmaq. Azaltmağın sinonimləri nə idi uşaqlar? Reduce. Reduce. Sonra Less var yox. decrease, reduce, Decrease, hə. diminish, deplete, azaltmağı və onda belə imin azaltmaq sözünü işlətmir. Amma nə deyir? Baxın, ada, hara getdim? Deməli, mark helps clear to listen to note pages. Deməli, note-gate səhifələrini azaltmağa kömək edir. Bəli, orada nə deyir? Deyir ki, vacib olan məlumatları yaz yalnız. Bəzən şəkillər çək sözü təsvir edən. Deməli, azaltmağa kömək edir deyir. Siz nə yazmışdınız? Mən B yazmışdım. Marklar should not all the words. Siz deyirsiniz ki, gərək bütün sözləri qeyd etsin. Əksinə orada konspekt yaratmaqdan danışır axı. Başa düşdün nə demək istəyirəm? Shouldn't deyil. Markana nə məsləhət görür? Gərək bütün sözləri yazmayasan. You don't have to copy all the words deyir. Bütün sözləri köçürməyinə deyir, ehtiyac yoxdur deyir. Aydındır? Bəli. Sonra qaldı sualınız buradan. Xeyr mənim. Xeyr müəllimə. Aha. Yaxşı, indi bizim 9-10 dəqiqə vaxtımız. Gəlin sözləri soruşum. Keçən dəfə atdığım sözlər yadınızdadır. Bəli. Mən atmışdım, bir dəqiqə baxın qrupu açın. Lüğət 4 olmalı idi məncə. Hə. Yo, sözləri açım ki, bilim ki, oradan sözlərdir. Ona səsən soruşum. Deməli. Ekranda görürsünüz də, hə, səhifə. Okay. What is precious? Ekranda səhifə yoxdur axı. Yoxdur. Nə görürsünüz bəs? Özümü. Sizlik gör. Precious nə deməkdir uşaqlar? Qiymət. Qiymət. Dəyərli, qiymətli. Sinonimləri? Valuable. Valuable. Valuable, yes. Dəyərli. Worthy. Worthy. Dəyərli. Worthy, düzdür. Precious, bunu yazmır. Valuable, worthy, dəyərli. Amma həm də qiymət kimi, qiymətli, costly də ola bilər uşaqlar. Costly. Aha. What is sensible? Bu qəbula da düşmüşdür. Sensible. Sensible. Dərrakəli. Dərrakəli. Practical. Intelligent. Practical. Logical, yes. Sensible, logical, practical, Intelligent. 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 Yazmışam onu. Sensible. Yazmamışsınız amma məncə olar. Yazmamışsınız, yox. Logical, practical, sensible. Bir də qəbulda bu dördünü vermişdi. Fair. Düzdür, fair'in başqa mənaları var. Sensible-ı sensitive-lə qarışdırmayın. Deməli, nə oldu sensible, logical, practical? Dərrakəli, düşüncəli. Dərrakəli, məntiqli, ağıllı. Sensitive amma nədir? Sensitive.
Sensitive. Sensitiv elə sensitiv, yəni Sensitive. anidən yox Tamam. deyil. Sense nədir? Sense sözü. Sense. Sense. Hearing, Ses touching, değil seeing. bu. They are sense. Hissi. Sense hissi. Duyusu. Sensitive də həssasdır. Həssas, kövrək. Və sensitive sözünün sinonimləri. Var idi burada ziyan. Fragile var, vulnerable var, Fragile, Vulnerable, evet. fragile, fragile, vulnerable, durable. Durable. vulnerable, Durable değil. Sensitive, fragile, vulnerable, vulnerable. vulnerable. Vulnerable, aha. Və bunlar həssas, kövrək, qırıla bilən. Bu elevator liftlərin üstündə, təzə liftlərin üstündə fikir versəz çoxsuna fragile yazılıb. Yəni açıqlaması that can be broken, yəni qırıla bilən. Aha. Then what is durable? Durable, dayanıqlı, Dayanıklı. dayanıqlı, Dözümlü. Dayanıqlı, sabit, stable. Stable. stable, Stable. Bir də belə ola bilər şeydə invulnerable. Invulnerable. dayanıqsız, Bəli, bəli. dayanıqsız. And what is immediately? Dərhal, anidən, Dərhal, anidən. tez. Advance. Anidən. Advance. Immediately, at once dərhal deməkdir. And uşaqlar fair sözünün başqa hansı mənaları var? Fair. Müəllimə, ədalətli mənası var. O belə yazılır. Fair, ədalətli. Sonra fair hair. Sarışın. Ədalətli olmaq. Sarışın Sarışın. mənası da var. Sarışın. Sarışın. Və yarmarka mənası da var. Yarmarka keçirildi. O mənası da var. Həm də nə oldu bu sözlərlə bərabər? Fair, practical, Dərrakəli. Dərrakəli. Düşüncəli. Məntiqli. dərrakəli, məntiqli. Immediately, at once. Dərhal. Dərhal. Dərhal, anidən. Deserve. You deserve everything. Deserve. Because you deserve everything good. To be worse. Worse of. Layiq olmaq, Necə? layiq olmaq. Bəli, layiq olmaq. Deməli, deserve sözünün sinonimi necə oldu uşaqlar? Dilo. No. To be, dedim axı. To be worse of. To be worse of. To be Müəllim, merit də olar buna. Made nə deməkdir? Made düzəltmək. Merit. Married evli deyil. Merit. Axırı t, merit. Bildim. Merit. Aha, Merit. bildim. Elə bilə married deyirsən. Okay. Inherit. Ay. Inherit. Miras. Miras qalmaq, varis olmaq. Inherit. Bəs bunun isim forması miras nədir? Heritage. Heritage. Legacy. Legacy. Heritage legacy. Yes, legacy. Bəs adjective forması hereditary. Genetik. Nəsildən gəlmə, irsi, genetik. Genetik, irsi, nəsildən gəlmə, düzdür. And what is pure? Pure water. Safdır, təmizdir. Bəli, Saf, təmiz. Gayri, Məfti isim. məfti isim. Yes, and jolly. Jolly. Şən, əhval-ruhiyyəli. Şən insan. Joyful, like cheerful. Joyful, cheerful. Joyful. Yes, cheerful, joyful. Okay, and give up. Vazgeçmək, buraxmaq, tərk etmək. Tərk etmək. Tərk etmək. Yes, don't give up. Try to Vazgeçmək, buraxmaq. Yes, vazgeçmək, buraxmaq. Okay, and pale. Solğun. Solğun, Solğun, faded. solmuş. Bəli, Faded. sinonimi. Faded. Faded. Pale daha çox belə bizə you look pale, what's happened to you?
Nə baş versən solğun görünürsən, amma belə gün Solğun görünürsən. mənasında, rəng mənasında nəyinsə belə rəngi solu bu faded istifadə olunur. And what is dreary? Dreary. Boring. Belə sıxıcı. Can sıxıcı. Can sıxıcı, sıxıcı, Can hə. sıxıcı. Hangi hansı sözlər idi? Gloomy, dull, dismal, Ya, Gloomy. dismal, Dismal. dismal, Dismal. Dull. gloomy, gloomy. Yes, yazdım. Gloomy, dreary, dismal. Burada. And Boring. boring, Tamam. boring da var, düzdür. Remedy. Mətnlərdə çox remedy. Əlac, O çarə demək. Çarə. Çarə. Çarə, Əlac. Əlac. Convince make somebody believe in something. İnanmaq kiməsə. İnandırmaq. Kiməsə inandırmaq. İnandırmaq. İnandırmaq, inanmaq yox. İnandırmaq, hə. Kimisə inandırmaq. İnandırmaq. Convince believe ilə sinonim deyil. Believe inanmaqdır. Amma definitionda make believe, inandırmaq. Sinonimi Persuade. persuade, aşağıya, convince. bəli, persuade, assure. Assure. Persuade, assure. And interrelate. Əlaqədə Qarşılıqlı olmaq. əlaqədə olmaq. Qarşılıqlı Əlaqədə əlaqədə olmaq, hə. olmaq. Qarşılıqlı əlaqədə olmaq. Communicate. Çünki related to nədir? Related to. Əlaqəlidir. Əlaqəli. Starvation, when there is little food, when there is no little food, no food, it's starvation. Aclıq da belə deyək. Yəni acı Aclıq, saf, aclıq. sinonimi Veim, Hungry. starvation, hunger, famine, hunger, starvation, Hunger. and conceal, Conceal. Gizlətmək. inandırmaq neysə. İnandırmaq, Yox. hə. Gizlətmək. gizlətmək, bəli. Hə, Conceal, gizləsin. gizlətmək. Mən Hə, onu hə, hide. concealer sözündən yadda saxlamaq olur əslində. Hə, düzdür. Lesson, bayaq dedik, nə oldu lesson? Azaltmaq, Azaltmaq. reduce, Reduce. decrease, diminish.